Hər zaman mənim diqqətimi çəkən məqamlardan biri seçkin insanlarda ortaq olan davranışlar, xüsusiyyətlər və keyfiyyətlər olub. Onlar başqalarına təsirləri ilə seçkin insanlardır. Seçkin olmaq üçün həqiqətən özünüz üzərində hakimiyyət qurmalısınız. Məsələn, Da Vinci'nin Mona Lisa'nın portretini yaratmaq üçün yalnız texniki bacarıqlar lazım deyildi. O, insana dair dərindən başa düşülən bir anlayışa və dünyanın ən incə duyğularını mənimsəmə qabiliyyətinə sahib idi. Bu, çox diqqətli müşahidə və illərlə davam edən özünü inkişaf etdirmə tələb edirdi. Yəni, ustalıq birinci gəlir. İkinci isə başqalarının ehtiyaclarını, istəyini, qorxularını və üstünlüklərini və narahatlıqlarını müşahidə etmək bacarığıdır. Seçkin insanlar bu məsələdə çox bacarıqlıdırlar. Ən vacib xüsusiyyətlər isə budur ki, insanlar mükəmməllik axtarmırlar. İnsanlar psixoloji rahatlıq axtarırlar. Və bunu başa düşsəniz, psixoloji rahatlıq təmin edə bilsəniz, insanlar həmişə sizin yanınızda cəlb olunacaqlar. Əgər siz yalnız yaxşı olmağa, sadəcə böyük olmağa deyil, seçkin olmağa maraq göstərirsinizsə, bədən dili və qeyri-verbal ünsiyyət üzərində çalışmaq vacibdir. Bu təlimdə siz yalnız öz daxili gücünüzü, özünüzü daha yaxşı ifadə etməyin yollarını deyil, həm də başqalarına necə təsir edəcəyinizi, onların ehtiyaclarını necə daha yaxşı anlayacağınızı öyrənəcəksiniz. Unutmayın ki, təsirli bədən dili sadəcə doğru hərəkətlərdən ibarət deyil. O, başqalarının duyğusal rahatlığını təmin etməyə yönəlmiş bir vasitədir.